İlk illər. Yusif 2 yaşına qədər digər uşaqlardan fərqlənmirdi. Ancaq 2 yaşından sonra onda qəribə hallar özünü büruzə verməyə başladı. Tək başına oynayır, ətrafda olub bitənlərə heç bir reaksiya vermir, heç nəyə maraq göstərmirdi. Reklamlardan gözünü çəkməməsi, onları hədsiz maraq və diqqətlə axıracan seyr etməsi də nəzərimizdən qaçmamışdı. Daha betəri, dükana gedəndə reklamda gördüyü və marağını çəkən əşyaların hamısının adını çəkir və istəyirdi. Üstəlik tavandan sallanan lampaları istəyir, verməyincə də saatlarla ağlayıb bizi pis vəziyyətdə qoyurdu. Bu hal su boruları üçün də xas idi. Santexnik avadanlıqlarının yanından keçməyə ehtiyat edirdik. Çünki bu zaman Yusif hər şeyi dəst aldırırdı. Bir gün yoldaşım buna dözməyib, həftəlik yemək xərcimizin pulunu verərək su borusunu dəst almağa məcbur olmuşdu. Yaşına uyğun alınan oyuncaqlara heç baxmırdı. Oyuncaqlarla deyil, özünün oyuncaq qəbul etdiyi əşyalarla saatlarla oynayırdı. Belə vaxtlarda başı o qədər qarışırdı ki, diqqətini başqa şeylərə yönəltmək isə mümkün olmurdu. Oğlumuzun mənasız istəkləri, qəribə hərəkətləri dost-tanışın, qonum-qonşuların gözündən qaçmırdı. Onların Yusifin xəstəliyi ilə bağlı sualları da yaramızın qaysağını qoparırdı. Nə cavab verək, necə cavab verək bilmirdik. O, məchul bir qutu idi. İnsanların qəribə baxışları, oğlunuzun əqli qüsuru var, uşağı yaman ərköyün böyüdürsüz kimi suallar içimizi sızladırdı. Yusifin göz-gözə gələndə baxışlarını qaçırması ox olub ürəyimizə saplanırdı. Niyə mənə baxırsan, deyə həmişə hirslənirdi. Halbuki bütün insanlar hansı dildə danışmalarına baxmayaraq, baxışları ilə duyğularını hiss etdirməyi bacarır. Sevgini, nifrəti, sevinci, kədəri, hər şeyi. Amma oğlum bunu da bizə çox görürdü. O, bircə adamlıq kiçik qəlbinə hər şey kimi baxışlarını da gömmüşdü. Balaca Yusifin bədən rəngində olan corablar da çox xoşuna gəlirdi. Corab qonağın ayağında olsa da, dərhal barmaqlarının ucu ilə toxunurdu. Elə biraz bərk toxunsa, corab incəyəcəkdi. Diqqətini bu cür xoşladığı, zövq aldığı şeylər çəkəndə, yorulmadan qəribə hərəkətlərinə davam edirdi. Ta ki diqqətini başqa bir şeyə çəkinə qədər. O, özü ilə biz və insanlar arasında hündür divar hörmüşdü. Yusif bambaşqa bir dünyada yaşayırdı. Ətraf aləmlə əlaqəsi olmayan, içəri kimsəni buraxmayan bir dünyada. Hər bir ananın haqqıdır övladını öpmək istəməsi, amma bu xoşbəxtlik də mənə əl çatmaz idi. Zorla öpəndə də həmin yeri silir və iyiləyirdi. Oğlumun qəribə xüsusiyyətlərini öyrənənə qədər bu hərəkətlərinə çox üzülürdüm. Səni istəmirəm, narahat oluram, deyirdi. Dibsiz quyuya daş atandan nə bir səs, nə də bir əks səda gələr. Bizim mübarizəmiz də belə səssiz, səmirsizdir. Analar övladlarını qarşılıq gözləmədən sevirlər deyərlər. Amma əslində heç də zənn edildiyi kimi deyil. Analar qarşılığını artıqlaması ilə alırlar. Uşağın bir gülüşü, bir baxışı bütün sıxıntı və məhəbbətinizə dəyər. Mən övladımın anlaşılmaz hərəkətlərinin autistik xəstəliyi ilə bağlı olduğunu öyrəndən sonra onun qəribə davranışlarına, laqeyd münasibətinə fikir vermədim. Bu mövzu ilə bağlı bir xatirəmi bölüşmək istəyirəm. Bir xatirə. Keçən il həyat yoldaşımın iş yeri kişilərin ailələri üçün düşərgə təşkil etmişdi. Biz də getmişdik. Orada 15 gün qaldıq. Düşərgədə bir ailə diqqətimi çəkdi. Təxminən 6 yaşında bir qızları vardı. Balaca qızcığazın hərəkətləri, xasiyyəti valideynlərini əməlli başlıyordu. Uşaq dayanmaq bilmir, elə hey ora-bura gedir, insanlarla göz-gözə gəlməkdən çəkinir, oxşamaq və ya danışmaq istəyəndə də baxışlarını gizlədirdi. Valideynləri onu dənizə sala bilmirdi. Özünə qapılıb eyni hərəkətləri tez-tez təkrar edirdi. Biz həmin ailə ilə tanış olduq. Uşağın hərəkətlərinə görə
Valideynlərin narahatlığı dərhal gözə çarpırdı. Bu, bizə də yad deyildi. Uşaq haqqında danışdıq. Təxmin etdiyim kimi, həkimlər uşağa autistik diaqnozu qoymuşdular. Ailədə, xüsusilə atanın qızına qayğısı, onunla yaxından maraqlanması diqqətimi çəkdi. Anası isə demək olar qızından əlini üzmüşdü. Tamam ümidsizləşmişdi. Onlar qızı nəhayət ki dənizə sala bildilər. Belə xəstələrin yeni bir məkana, yeni paltara, ümumiyyətlə yeni olan hər şeyə öyrəşməsi xeyli vaxt alırdı. Bir gün həmin qadın az qala dənizdə boğulubmuş. Biz sahilə enəndə həkim ona tibbi yardım göstərir, yoldaşı isə yanından ayrılmırdı. Bu zaman gördüm ki, qız tək başına dənizin içində qalıb. Tez yanına qaçıb dənizdən çıxarmağa çalışdım. Amma əbəs yerə sudan çıxmaq istəmirdi. Baş verənlər, ananın az qala boğulmağı, yarı huşsuz vəziyyətdə uzanması ona zərrə qədər təsir etmirdi. Elə bil onun anası deyildi. Həyat yoldaşım onun xoşuna gələn şeyləri alıb gətirəndən və xeyli dil tökəndən sonra dənizdən güclə çıxara bildik. Bu vaxt anası da özünə gəldi. Axşam qadına baş çəkməyə gedəndə göz yaşları içində dərdini danışdı. Mən ölüm təhlükəsi ilə üz-üzə gəldim. Az qala öləcəkdim. Amma ən çox qızımın mənə biganə qalmasına üzüldüm. Onu görəndə sevincdən bağrıma basmaq istədim. Ancaq o, laqeyd rəftarı ilə heç üzümə də baxmadı. Analar qarşılıqsız sevir, təmənnasız hər əziyyətə qatlanır. Məhz neçə belə analar qarşılıq gözləmədən sevən və əmək verən analar deyilmi? Həyat başdan ayağa imtihandır. Möminin nə qədər canında can var, məşəqqəti bitmir. Sadəcə şəklini, formasını dəyişir. Bir ana üçün ən böyük imtihanlardan biri də məncə övlad acısı ilə sınağa çəkilməkdir. Oğlumun problemini necə anladım? Mütaliə etməyi xoşladığım üçün həyat yoldaşım bir qəzetə abunə olmuşdu. Mən xüsusilə qəzetin sağlamlıq bölümünü izləyirdim. Həmin səhifədə 3 həkim, psixiatr, terapevt və uşaq həkimi oxucuların suallarını ətraflı cavablandırırdı. Bu səhifələri oxuya-oxuya övladımda bir problem olduğunu və həkimə getməyin vacibliyini anladım. Tibb fakültəsinin uşaq psixiatrının qəbuluna yazılmaq qərarına gəldik. Yusifin 3 yaşına 3 ay qalmış ilk dəfə həkimə gedirdik. Böyüklərimiz bizim qərarımızı lüzumsuz gördülər. Böyüdükcə düzələr, uşaqda heç bir şey yoxdur, dedilər. Biz isə onlardan sadəcə mənəvi dəstək gözləyirdik. Böyüklərimizin buna razı olmamasının əsl səbəbi o vaxtlar psixiatrlara müraciətin geniş yayılmaması və cəmiyyətin məlumatsızlığı idi. Bu məlumatsızlıq üzündən cəmaət belə xəstələrə dəli damağı vurulmasından qorxurdu. Ona görə də bu cür xəstələri həkimə aparmırdılar. Həyat yoldaşımın ailəsi rayonlarına getdikləri gün Yusifi ilk dəfə həkimə apardıq. Çox həyəcanlandıq. Məchul bir dünyanın qapılarını aralayacaqdıq çünki. Xəstəxanada Yusifi müayinə etdilər. İntellekt səviyyəsini yoxladılar. Amma oğlum hələ danışa bilmədiyi üçün bir nəticə ala bilmədik. Həkimlər keçmişimiz, yaşadıqlarımız barədə bizə xeyli sorğu-suala tutdular. Gələcəkdə bizi necə çətinliklər gözlədiyini, yolun hələ başında olduğunu bilmir, utana-utana danışırdım. Ancaq Yusifin problemi haqqında bizə dəqiq bir şey demədilər. Bu müayinələrdə qane olası bir nəticə də yox idi. Bir müddətdən sonra yenə araşdırmalara başladıq. Bu dəfə oğlumuzu qəzetdə yazılarını oxuduğum həkim psixiatrla aparmaq qərarına gəldik. Ancaq həkimləri səhv saldıq. İkinci müayinə zamanı onun psixiatr olmadığını anladıq. Belə ki, ünvan eyni, amma xəstəxana binasında müayinə şöbələri ayrı idi. Qəbuluna yazıldığımız həkim də sən demə, bu sahənin mütəxəssisi deyilmiş. Hər şeydə bir xeyir var deyib məsələni çox açıb ağartmadıq.